Bağışlayan və mehriban Allahın adı ilə dostlar, salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərə Kutinska yubileyniya cinsi haqqında danışmaq istərdim. Kutinska yubileyniya cinsi 1958-ci ildə Rusiyada seleksiya olunub, yetişdirilir və demək olar ki, bir çox ölkələrdə hal-hazırda bu cinsin artırılması və yetişdirilməsi ilə məşğuldurlar. Bunlar bu cinslər ətli və yumurtalıq istiqamətdə çox professional və ideal cinslərdən biridir. Yəni həm gözəl yumurta veriminə malikdirlər, həm də qısa bir zamanda ət yığımına malikdirlər. Yəni ortalama 2 ay ərzində demək olar ki, 1,5 kiloqrama qədər ət, 1,6 kiloqrama qədər ət yığa bilirlər. Bu da qısa bir zamanda az yem ilə çox məhsul əldə etmək deməkdir və yumurta verimləri də yüksəkdir. Yəni bu cinslər kürk yatmır və kürk yatmadığına görə də demək olar ki, il boyu yumurta verir. İstiyə və soyuğa dözümlüdürlər, xəstəliyə qarşı dözümlüdürlər. Yəni fərdi və böyük təsərrüfatlarda saxlanılması üçün əlverişli cinslərdir. Bu cinslərin cüzələri bizdə olur, hər həftə çıxışımız olur. Kimlər istəsə inşallah sifariş edə bilərlər. Bizdə ünvan Cəlilabaddır, amma demək olar ki, bir çox şəhərlərə və rayonlara çatdırılma və göndərişlər də mövcuddur. Dostlar, nömrəmiz isə bioda mövcuddur.